dostlar, biz hal-hazırda İsmail rayonunun Qarakollu kəndindəyik və burada belə gözəl bir sexlə rastlaşdıq. Keçmişimizi yaşadan Kəlağayı sexi. Bu Baskal Kəlağayı sexinin demək olar ki, Bükətdəki filialıdır. Ərazi ilə tanış olduq. Çox xoş bir məlumatdır ki, yəni xoş bir təsadüfdür ki, burada 40-dan yuxarı şəxs işlə təmin olunub. Yəni kənd cəmaatı üçün, kənd sakinləri üçün bu böyük bir göstəricidir. İndi biz sizi ərazi ilə tanış edəcəyik və burada Kəlağayının necə istehsal olunmasını görəcəyiz. Kəlağayı Azərbaycan mədəniyyətinin ən zərif, ən qədim simvollarından biridir. Onun tarixi yüzilliklərlə ölçülür və təkcə geyim elementi kimi deyil, həm də qadının ləyaqətinin, zərifliyinin, məharətinin rəmzi kimi formalaşıb. Kəlağayı ipəkçilik mərkəzləri olan Şamaxı, Baskal və Gəncə kimi bölgələrdə yaranıb və əsrlər boyu burada ustalar tərəfindən əl işləri ilə hazırlanıb. Onun ən qədim nümunələri 18-ci əsrə aid edilsə də, bu mədəniyyət ondan daha əvvəl mövcud olub. Kəlağayı yalnız təbii ipəkdən hazırlanır. Qaynayan su, təbii boyalar, batik adlanan bəzək texnikası ilə formalaşdırılır. Nənələrimiz deyirdi ki, əsl Kəlağayı üzüyün gözündən keçməlidir. Bax, onda onun əsilliyi, onun orijinallığı sübut olunur. Baskal ustalarının hazırlanmış olduğu Kəlağayılar UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Bu da onun dünya miqyasında tanınması və qorunması üçün vacibliyini təsdiqləyir. İsmail rayonunun Qarakollu kəndində 2020-ci ildə Kəlağayı istehsalı sexi fəaliyyətə başlayıb. Sexin yaranması bölgədəki ipəkçilik ənənələrinin bərpası və inkişafına, eləcə də kənd sakinlərinin məşğulluğunun artırılmasına mühüm töhfə edib. Yəni çeşidlər müxtəlifdir sizdə. Şərtlər var, 120-120 ölçülər var. Sonra 80-80, 150-150. Satışınız necə olurmu? Olur. Biz xaricə də satış edirik. Bəs turistlər gəlir heç bu əraziyə? Gəlir. Turistlərimiz var. Xoş şərtlərdir. Sizdən az öncə müştərimiz götürdü birazını apardı. Ona görə fərqli ölçülərimiz qaldı. Bax, məsələn, bunların qiyməti, bazar qiyməti neçədir? Bunların 50 manat. 50 manat. Yəni təbii ipək olduğu Bəli, üçün. təbii ipək. Mənim üçün amma ən çox, yəni Kəlağayı deyəndə bax bu. Bir dəqiqə göstərəcəm sizə. Bax bu. Kəlağayı daha çox mənim yadımda qalıb. Hələ bunda xallar var, amma yadınızdadırsa əgər bizim nənələrimizdə var idi, tam saya belə Kəlağayılarımız var idi.